Salam əziz şagirdlər. Bugünkü mövzumuz sifətdir. Ümumi qrammatik mənasına görə əşyanın əlamətini, keyfiyyətini bildirir və necə, nə cür və hansı suallarına cavab verir. Sifətlər əşyanın əlamətini və keyfiyyətini bildirir. Bunu təkrardan deyirəm. Çünki hərəkətin əlamətini bildirdiyi zaman nitq hissəsi olaraq sifət götürülməyəcək. Mütləq şəkildə əşyanın əlamət və keyfiyyətini bildirməlidir. Və əlamət deyəndə əlamət və keyfiyyət. Əlamət bir şeyin xarici görünüşüdür. Keyfiyyət isə onun daxili xüsusiyyətidir. Yəni, xarici görünüşü ifadə edirsə, əlamət bildirir. Yox, əgər daxili keyfiyyətləri bildirirsə, bu artıq keyfiyyətdir. Məsəl üçün, bir şeyin həcminin uzun, qısa, böyük, kiçik, bunu biz xaricinə baxdığımız zaman görə bilirik. Bu xarici keyfiyyətdir. Yəni, xarici görkəmi, zahiri görkəmi bildirməkdir. Ağ rəngdə olması, qırmızı rəngdə olması yenə də əlamətdir. Lakin, əşyanın, tutaq ki, belə deyim ki, dadı, xəssiyyəti, vərdişi, mənəvi cəhətləri olsun, çalışqan, əlacı, ürəyi yumuşaq və s. Bunlar isə artıq onun, belə deyim ki, keyfiyyətidir. Deməli, sifətin məna cönövlərinə gələk. Deməli, əlamət bildirənlər, bunu qısa şəkildə deyəcəm, çünki bu çox toxunulmur. Əlamət bildirənlər rəng bildirən sifətlərə bölünür. Rənglər, məsəl üçün, qırmızı, sarı, yaşıl. Daha sonra forma bildirənlər var. Forma bildirənlər uzun, əyri olmağı, yumru olmağı, badamı, armudu, çərkəzi və s. Daha sonra isə həcm bildirənlər, həcm ölçü bildirənlər var. Bu dar ola bilər, geniş ola bilər, kiçik, uca, dərin, dayaz və s. Və bir də görkəm bildirənlər var. Görkəm, nurani, qoca, ağ saçlı, ağ saqqal, kör, gözəl və s. Bunlar əlamət bildirənlərdir. Bir də var keyfiyyət. Keyfiyyət bildirənlər isə hansılardır? Birinci, xasiyyət bildirən. Xasiyyət bildirən, məsəl üçün, təvazökardır, lovğadır, səxavətlidir. Daha sonra halımızı və vəziyyətimizi ifadə edənlər soyuq, isti, bərk, rahat, narahat. Bacarıq bildirənlər hazır cavabdır, zarafatçıldır, çalışqandır. Bir də sonuncu olaraq dad bildirən. Dad bildirən sifətlərimiz isə şirin olmağı, turş olmağı, acı, kəmşirin və s. Deməli, sifətlər əlamət və keyfiyyətə bölünürlər məna cönövünə görə. Əlamət bildirənlər rəng, forma, həcm, görkəm, ölçü. Keyfiyyət bildirənlər isə xasiyyətdir, hal vəziyyətdir, daddır və bacarıqdır. Ümumiyyətlə, bəzi sifətlər həm keyfiyyət, həm də əlamət bildirə bilərlər. Məsəl üçün, götürək gözəl sözünü. Gözəl üz, bu əlamətdir. Bir də deyim ki, gözəl xasiyyət. Bu isə artıq onun keyfiyyətidir. Çünki xasiyyət bildirən bir belə deyim ki, sifətdir. Daha sonra yaxşı sözü var. Yaxşı köynək
görə bilirik. Bu əlamətdir. Bir də deyirəm ki, yaxşı insan. Bir insan yaxşı olmağı artıq onun xasiyyəti deməkdir. Ki, bu da keyfiyyətdir. Sifətin də quruluş cürükləri 3 növbə: sadə, düzəltmə və mürəkkəb. Sadə sifətlər acı, riyazi, yaşıl, qırmızı, sarı, kimyəvi, xəlqi və s. Bunlar sadə sifətlərimizdir. Düzəltmə sifətləri isə leksik şəkilçi artırmaq yolu ilə yaranır və yaranma yolları özü də 2 yerə bölünür. Nə demək istədim? Adlardan və feillərdən düzələn sifətlər, yəni mən sözləri yazacağım və biz sözlər üzərində baxacağıq. Baxaq, adlardan düzələnlər axşamki, axşam zərfdir, 2 dana qoşulubdur. Demiş, adlar deyəndə isimdir, sifətdir, saydır, zərfdir, ümumi bir anlayış nəzərdə tutulur. Feil isə yalnız feildən düzələn deməkdir. Adlar deyəndə, yəni ki, feildən başqa digər əsas intiqsələrimiz nəzərdə tutulur. Deməli, bu adlardan düzəlibdir. Bevəfa ön şəkilçilidir və ismə qoşulubdur, adlardan düzəlibdir. Kəsmək feilindən kəskin, kəskin baxış, necə baxış, feildən yaranandır. Sonra gəlmə adam, necə adam? Deməli, müəmə şəkilçisi amonimdir. Qrammatik şəkilçisi kimi olanda inkar bildirir. Deyirəm ki, sən bugün bizə gəlmə. O zaman qrammatik şəkilçisi olacaq və feil düzəldən inkar şəkilçisidir. Amma gəlmə adam, necə adam? Bu artıq sifətdir və sözün kökü gəl feili olduğu üçün feildən düzələndir. Axar, deyirəm ki, su axar, nə edər? Bu feildir. Amma deyirəm, axar sular bulanmazmı? Necə sular? Axar sular. Bu artıq feildən yaranıbdır. Ev ismindən evdar sözü yaranır. Evdar qadın adlardan yaranandır. Elmi. Bu, buradakı i şəkilçisi i və vi şəkilçisindəndir. Yəni ki, elm ismindən elmi yaranıbdır adlardan. Sönməz sözü. Bir var sönməz, deyəm ki, bu ocaq sönməz, nə etməz? Buradakı ma inkar, adakı, belə deyim ki, yəni ki, məz şəkilçisi inkar və gələcək zaman şəkilçisidir, qısaldılıb. Amma sönməz bulaqlar, sönməz ocaqlar və s. yəni ki, yanmaz ocaqlar, yəni ki, bu formada olduğu zaman məz şəkilçisi, leksik şəkilçisi yaradır və feillərdən yaranır. Utanmaq feilindən utancaq qız feildən yaranıbdır. Kələk ismindən kələkbaz, fırıldaqçı insan, yəni necə insan, kələkbaz adlardan yaranıbdır. Çünki kələk isimdir. Badam ismindən badamı adlardan yaranıb. Sökmək feilindən sökük ismi yaranıb ki, adlardan. Demək istədiyim nədir? Bir i, vi şəkilçisi var. Bir də ı. I üstü 4 şəkilçisi adətən forma bildirən və rəng bildirən sözlər yaradır. Məsələn,
Burada qeyd elədiyim kimi badamı. Amma eylimidir, mülkidir, inqilabidir. Bu kimi sözlər isə i və v şəkilçisindən yaranmış sözlərdir. Daha sonra ı+4 adlardan yaradır. Bir dənə istisna sözümüz dolu sözdür ki, dolmaq feilindən yaranıbdır dolu sözü. Bu şəkilçilərlə düzələn sifətlər təkcə hansı sualına cavab verir. Yəni, necə və necə suallarını bu sifətlərə vermək olmur. Yadda saxlayaq. Ki və dakı şəkilçili sözlərimizdən söhbət gedir. Bir də normalda dedik ki, i və v şəkilçimiz var. Yeni söz yaranır. Lakin kimyəvi, dünyəvi, mənəvi, lüğəvi, əşyavi sözlərimiz var ki, bunların kökləri sabit qalmır. Kökdə dəyişikliyə uğrayıbdır deyənə, əslində bu kimya sözü olubdur, bu dünya sözü olubdur. Bu kimi sözlərdir. Mənəvi sözün kökü də mənə deyil, mənəvidir elə birbaşa. Lüğət sözündən lüğəvidir, bir dəfəni götürür. Əşya olmalıydı burada. Yəni kökü dəyişdiyinə görə bu sözləri biz artıq sadə götürürük. Yəni v şəkilçisi yoxdur. Çünki dünya sözü yoxdur axı burada. Kökün özü birbaşa dəyişibdir. Saitimiz aya keçib. Ona görə də bu sözlər sadə sözlərdir. Yəni burada kimya götürüb v-ni şəkilçi olaraq götürməyəcək. Sadədir bunlar. Kimyəvi, dünyəvi, mənəvi, lüğəvi, əşyavi. Bəzi şəkilçilərimizə baxaq. Ön şəkilçilərdən bivəfa. Sonra ba şəkilçisi, baməzə. Na şəkilçimiz var, nalayiq. Bu adını çəkdiyim şəkilçilər leksik şəkilçilərdir. La şəkilçisi, la məkan. A. Anormal. Anti. Anti mürəkkəb cümlə düzəltmir. Yadda saxlayaq ki, anti leksik şəkilçidir. Anti-humanist. Sul şəkilçisi var. Yoxsul. Çünki yoxsul yox sözündən götürülübdür. Yoxsul heç nəyə olmayan, hər şey yox dərəcəsində olan deməkdir. L şəkilçisi var ki, normal. Normal sözü deməli düzəltmədir. Normadan normal yaranır. Gin şəkilçisi var. Gərgin. C. Dilimizdə anaç sözü var. Man şəkilçisi var. Qocaman. Lam şəkilçisi. Sağlam. Ev şəkilçisi var. Məsələn, subyektiv. Subyektdən subyektiv yaranır. İst, idealist. Bu şəkilçilər bir qədər az istifadə olunan şəkilçilərdir. Və ümumiyyətlə, bunu yadda saxlayaq, ən çox testlərdə də verilən suallardan biridir. An şəkilçisi var. Bir də ağan şəkilçisi var. Feildən düzələn sifətlərlə feili sifətləri bir-birinə qarışdırmamaq və eyniləşdirməmək lazımdır. Onların oxşar və fərqli cəhətləri var. Feili sifətlər də sifətlər kimi əşyaya aid olur, onu izah edir, aydınlaşdırır, aid olduğu əşyadan əvvəl gələrək ona
yanaşma əlaqəsinə yaxınlaşır. Fe'li sifətlər də sifətlər kimi hal mənsubiyyət qəbul edərək isimləşə bilir, xəbəri şəkilçisi qəbul edir. Lakin fe'li sifətləri təsdiq və inkarda istifadə etmək olur, növlərə görə dəyişə bilir, asanlıqla inkara çevirmək olur. Məsələn, deyək ki, açan çiçək və yaxud da ki, açmayan çiçək. Gülən insan, gülməyən insan. Bu an şəkilçisidir. Bir də var, güləyən, qaçağan, artıq biz və yaxud da ki, ağlağan. Burada isə yazaq ağlayan. Yadda saxlayın. Fe'li, yəni fe'li sifəti inkara çevirə bilirik. Ağlayan, ağlamayan, açan, açmayan, gülən, gülməyən. Amma fe'ldən düzələn sifəti inkara çevirmək olmur. Buradakı ən şəkilçisi deyil. Ağan əyən şəkilçisidir. Güləyən, gülmə əgən. Qaçağan, qaçma ağan. Olmur qətiyyən. Yəni inkara çevirə bilmirik. Ona görə də yadda saxlayaq. Ağan şəkilçisi ayrı, an şəkilçisi ayrı. An fe'li sifət düzəldir, ağan sifət düzəldir. Sonra gəldik L şəkilçisinə. L üstü 4 şəkilçisi. Qoşulduğu sözün, belə deyim ki, son samitdən asılı olaraq bəzən H kimi, D kimi, N kimi tələffüz oluna bilər. Məsəl üçün, sehirli, tələffüzdə sehirli. Qanlı olur qanlı. Dadlı, dadlı, dadlı və s. Bir də ki, sifət düzəldən daçı, söz şəkilçiləri qrammatik şəkilçidən də əvvəl işlənə bilər. Normalda söz kökünə leksik, sonra qrammatik qoşulur. Lakin qrammatikdən sonra da işlənə bilən leksik şəkilçilərimiz var. Məsəl üçün, evimizdəki ev sözün kökü evimiz, bizim evimiz, mənsubiyyət, daçı da leksik şəkilçi. Deməli, qrammatik şəkilçidən sonra da leksik şəkilçi işlənə bilir. L şəkilçisi haqqında danışmaq istəyirəm. L sifət də düzəldə bilir isimdə. Bölgə adı bildirirsə, məsəl üçün soy adı bildirirsə, məsəl üçün kəndli, dağlı, aranlı, həsənli. Bunlar isimdir. Amma belə deyim ki, keyfiyyət bildirən sözlər yaradırsa, yaxud da ki, belə deyim, dad bildirən sözlər, bu zaman isə L sifət düzəldir. Duzlu, güclü, maraqlı, yağlı. Bunlar isə artıq sifətlərdir. Mürəkkəb sifətlərə gələk. Mürəkkəb sifətlər bitişik və eyni zamanda defislə yazılır. İki və müxtəlif mənalı sözlər birləşərək mürəkkəb sifət yaradırlar. Bitişik yazılan sözlər bir neçə söz yazacağım bura, sonra təhlil edəcəyik. Uca boy, açıq sözlü, əli əyri, növbənöv, gülər üz,
dört bucaqlı, az tapılan. Bitişik yazılan mürəkkəb sifətlərin də əmələ gəlmə yolları müxtəlifdir. Məsəl üçün, iki sözün birləşməsindən yaranmışdır. İki sadə sözün, uca boy. Açıq sözlü fikri sözü isə hər iki tərəfi düzəltmədir. Açmaqdan açıq, sözdən sözlü. Hər iki tərəfi düzəltmə sözün vasitəsilə əmələ gəlibdir. Əli, əyri, onun əli. Bir tərəfi mənsup şəkilçili sözün vasitəsilə yaranmışdır. A və B bitişdiricisi ilə növ, bə, növ. Gülər üzrə dörd bucaqlı bir tərəfi düzəltmə, bir tərəfi sadə sözün birləşməsi yolu ilə yaranıbdır. Az tapılan, müxtəlif hallarda işlənmiş isim və ya zərflə feili sifətin birləşməsindən yaranmışdır. Bunlar bitişik yazılanlardır. Defislə yazılanlar isə, məsələn, eyni sözün təkrarı ilə, eyni sifətin təkrarı ilə hündür binalar, bunlar eyni sözün təkrarı ilə yarananlardır. Sonra yaxın mənalı sifətlərin birləşməsi ilə güllü çiçəkli, əks mənalı, ağlı qaralı, tərəflərindən biri və hər ikisi ayrılıqda işlənə bilməyən, əyri-üyrü. Bir də qeyri sözünün vasitəsilə qeyri-adi. İndi gəldik sifətin müqayisə dərəcələrinə. Sifətin dərəcələri. Sifətin dərəcələri. Sifət başqa nitq hissəsinə fərqləndirən əsas xüsusiyyətlərin biri odur ki, sifət dərəcələrə görə dəyişə bilir. Bəzi adi halda olur, bəzən azaltma, bəzən isə çoxaldır. Müxtəlif əlamət və keyfiyyətlərini ifadə etmək üçün sifətlərin düşdüyü şəkillərə sifətin müqayisə dərəcəsi deyilir. Birinci gəlir adi dərəcə. Əlamət belə deyim ki, əlamətin normada olduğunu bildirir. Nə az, nə də çox olduğunu yox. Normada, qayda olduğunu bildirən dərəcə adi dərəcəsidir. Həm məzmun, həm də şəkilcə başqa dərəcələrdən ona fərqlənir ki, o bütün dərəcələr üzrə meyar hesab olunur. Adi dərəcənin də şəkil əlaməti yoxdur. Dərəcə əlaməti qəbul etməmiş bütün sifətlər arizlidir. Böyük, kiçik, çalışqan, enli və s. Bir də azaltma dərəcəsi var. Azaltma dərəcəsi əlamət və keyfiyyətin adi dərəcədən aşağı, az olduğunun dərəcədir. Həm morfoloji, həm də sintaktik üsulla yaranır. Morfoloji yol o deməkdir ki, şəkilçilər vasitəsilə yaranır. Məsəl üçün, ımtıl, ımtıraq, sov, raq, şön, bir də yalnız. Morfoloji yol bu şəkilçilər vasitəsilə yaranır ki, ımtıl, ımtıraq, sov, şön, yalnız, raq.
İmtıl, məsəl üçün, göyümtül, sarımtıl, qırmızımtıl, imtıraq, məsəl üçün, qırmızımtıraq, sov, uzun sov, dəri sov, raq, gödərək, şın, sarışın, qaraşın, yanız, qarayanız. Bunlar morfoloji yolla yarananlar, yəni şəkilçilər vasitəsilə yarananlardır. Bir də eyni zamanda təhər, kəm, bitişik yazılır. Az, ayrı, açıq, ala sözləri isə defislə yazılırlar. Açıq qırmızı, alababat, ala yarımçıq, qara təhər, kəm şirin, kəm tuş, az şirin və s. Açıqla ala defislər, təhərlə kəm bitişi, az isə ayrı yazılan azadəstüzədən sifətlərdir. Amma biz eyni zamanda da bir qədər ehtiyatlı olmalıyıq. Biz harada açıq görsək, sözünü yəni görsək, gedib onu azaltma dərəcəsi götürə bilmərik də, düzdürmü? Bir sözün dərəcəyə görə dəyişməsi üçün həmin sözün sifət lazımdır. Açıq, məsəl üçün, dedik ki, sarı. Deyirəm ki, açıq qapı, bir də açıq ürəkli, açıq sözü həmişəlicə görə dəyişmir. Açıq qapıya baxaq. Açıq sarı, bəli, azaltmadır. Amma qapı ismin qarşısında gəlibdir. Biz axı onu nətər yəni ki, dərəcəyə görə dəyişmiş götürək. Sifətin dərəcəyə görə dəyişməsi üçün həmin sifət olmağı lazımdır. Yəni ki, həmin söz isim ola bilməz. Yəni sözün dərəcəyə görə dəyişməsi onun qarşısında sözdən çox həmin sözün özünün sifət olmağı ilə bağlıdır. Açıq ürəkli isə bitişik yazılan mürəkkəb sözdür. Yəni bu mürəkkəb sifətin tərkib hissəsindən biri olduğuna görə biz bu sözləri, hər iki sözü dərəcəyə görə dəyişib götürməyəcəyik. Çoxaltma dərəcəsi isə dərəcənin nisbətən daha artıq, daha çox olduğunu eləyir. Çoxaltma dərəcəsi də morfoloji və sintaktik yolla düzəlir. Morfoloji yolla düzələndə M, P, R və S ünsürləri vasitəsilə və C ilə düzəlir. Məsəl üçün, sözün ilk hecası və ilk hissəsi üzərinə bu samitlərdən biri gəlir. Məsəl üçün, ağ, appaq, qıp, qırmızı və s. Və yaxud ki, ca ilə düzələnləri də yekəcə, xırdaca, körpəcə və s. Balaca sözünü isə sözün kökünü bala götürüm, canı da çoxaltma olmaz. Balaca sözü sadə sözdür. Yəni, adi dərəcəsi olan bir sözdür. Çoxaltma dərəcəsi burada. Dedik, belə. Bir də ehtiyatlı olaq nədə? Hər gördüyümüz çoxaltma dərəcəsi deyil, büsbütün. Bumbuz. Bu sözlər çoxaltma dərəcəsində deyirlər. Çünki büsbütün sözü zərfdir. Bumbuz sözü isə tərkib hissəsində buz isimdir. Dedik ki, yəni, sifətə artırırıq. Buradakı buz isim olduğundan dolayı həmin sözü biz çoxaltma dərəcəsində götürməyəcəyik. Bununla əmələ gələn, yəni sözlər vasitəsilə əmələ gələn çoxaltma dərəcəli sifətlərimiz ən, lap, daha çox, olduqca qüvvətləndirici ədatları vasitəsilə yarana bilir. Məsəl üçün deyirəm ki, ən yaxşı, çox gözəl və s.
Zil sözü ilə yaranır. Zil qırmızı. Daha sonra tünd vasitəsilə yarana bilər. Tünd sarı. Bir də düm vasitəsilə. Dümağ. Bir şey nəzərdən keçirək. Çox sözünün say olduğunu deyə bilərsiniz mənə. Çox sözünə baxaq. Çox sözü 3 nitq hissəsi ola bilər. Say, zərf, ədat. Say olanda özündən sonra isim gəlir. Məsəl üçün deyə bilərəm ki, çox yemək, çox kitab. Zərf olanda özündən sonra fe'l gəlməlidir. Çox danışmaq. Nə qədər danışmaq, çox danışmaq. Bu artıq zərfdir. Amma ədəd olduğu zaman isə sifətləri artırılır və çoxaltma dərəcəsi yaradır. Çox gözəl. Daha sonra yadda saxlayaq ki, həmin ədadlar ən, lap, daha çox olduqca bunlar ayrı yazılır. Zil də ayrı yazılır. Məsəl üçün zil qara. Tünd defislə yazılır. Tünd qırmızı. Düm isə bitişi yazılır. Dümağ. Və biz nəyə yadda saxlayaq, nə bizi qarışdıra bilərlər, qarşımıza çıxardarlar. Dümağ sözünü, bir də dümdüz sözünü. Və bizə deyə bilərlər ki, məsəl üçün, hər ikisi düm vasitəsilə yaranıbdır, sintaktik yolla yanlış fikirdir. Nə üçün? Dümdüz sözü, düz sözünün hecasının son samiti dəyişmiş, ilk sözü götürülübdür, m, p-rısı ünsürü ilə yaranıbdır. Yəni, morfoloji yolla. Axı, yəni ki, m samitinin artırılması ilə deməli yarandı. Düm ağ ismində isə, sifətində isə, ağ isminə düm hissəci artırılıbdır. Yəni, sintaktik yolla yaranıb. Daha sonra tünd əgər, tünd bilirik ki, defisdə yazılan bir sözdür. Tünd əgər defisdə yazılmasa, bu zaman o dərəcə yaratmayıbdır. Həm də nəzərə alaq ki, belə deyim ki, isimlərə yox, sifətlərə artırılmalıdır bu sözlər. Məsələn, deyirəm ki, tünd qara saçları var. Daha çox tünd çay içir. Buradakı biz çay sözü isimdir deyə tündü dərəcə əlaməti olaraq qəbul etməyəcəyik. Amma desəm ki, tünd qara saçları var. Bəli, buradakı tünd sözü dərəcə yaradıb həm defislə işlənib, həm də ki, sifətdən əvvəl işlənmişdir. Tünd xasiyyəti. Xasiyyət sözü isim olduğu üçün buradakı tünd dərəcə yaratmayıbdır. Amma deyəm ki, tünd qırmızı don aldı. Burada artıq çoxaltma dərəcəsindədir. Və yaxud da ki, bəzən mürəkkəb sözlərin daxilində olur. Tünd xasiyyət. Biz bu sözdə mürəkkəb sözün tərkib hissəsi olaraq götürəcəyik. Dərəcə əlaməti yaratmayıbdır. Bir də bizim bəzi sifətlərimiz var ki, onlar dərəcəyə görə dəyişə bilmirlər. Hansılardır? Dakıdakı şəkilçisi və ç ilə düzələnlər, evdəki, çöldəki, dünənki, bildirki və s.
Deməli, bunu da bildik ki, keyfiyyətdəki şəkilçiləri dərəcə yaratmır. Bir də ki, həm azaltma, həm də çoxaltma dərəcəsi morfoloji sintaktik əlamətləri ancaq sifətləri artırıldıqda müqayisə dərəcəsinə görə dəyişə bilirlər. Biz normalda bilirik ki, sifətlər necə cür hansı suallarına cavab verirlər, təyin olurlar, ismin qarşısına gələrək onu təyin edirlər və s. Bir də sifətlər bəzən isimləşirlər, kim sualına da cavab verə bilərlər, nə sualına da ad bildirməyə xidmət edərlər, mübtəda tamamlıq ola bilər, cəm, hal, mənsubiyyət qəbul edə bilərlər. Məsəl üçün, normalda deyirəm ki, cavan oğlanlar gəlmişdi. Gəldi kim? Oğlanlar. Hansı oğlanlar? Cavan oğlanlar. Burada sifətimiz hansı sualına cavab verir? İsimləşməyibdir. Amma deyirəm ki, cavanlar gəldi. Artıq məlum məsələdir ki, sifət isimləşir və ismin xüsusiyyətlərinə cavab verir. Cəmini qəbul edibdir. Kimlər gəldi? Cavanlar gəldi. Bu artıq isimləşmiş sözdür. Amma soruşsaq ki, hansı etik hissəsində cavanlar isim götürməyəcək də bunu. İsmi şəkilçisi qəbul edicidir, yenə də morfoloji baxımdan sifət olaraq qalacaq. Bir də dilimizdə dəri, taxta, dəmir, gümüş, ipək və s. kimi sözlərimiz var ki, onlar hər bir isimdir. Dəri nə, taxta nə, əşya bildirir bunların hamısı. Lakin bu kimi isimlər ismin qabağında gələ bilər, özü kimi bir ismin qabağında. İsim müstəqil isim formasında olaraq hansı sualına cavab verə bilər. Dəri çanta. Necə çanta? Dəri çanta. Biz artıq onu qətir sifət götürmürük. Nə qədər ismin yanında gəlsə və necə sualına cavab versə də, nitq hissəsi baxımından isim olaraq qalacaq. Taxta qapı. Necə qapı? Bu da eyni zamanda taxta sözü də ayrılıqda isim olduğu üçün sifətləşməsinə baxmayaraq yenə də isim götürüləcək və bu dediyim digər qaydalara, digər sözlərə də aiddir.